Hər vaxtınız xeyir olsun dəyərli tamaşaçılar, əziz CBC Sport izləyiciləri. Yevlax şəhər stadionundan canlı yayımımız başlayır. Bir neçə dəqiqə sonra Bizon Azərbaycan Kubokunun 4-1 final mərhələsinin cavab oyunları çərçivəsində Kəpəzlə Turan-Tovuz kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Bizi çox gərgin və çətin qarşılaşma gözləyir. 90 dəqiqə, bəlkə də 120 dəqiqəlik bir maç bizi qarşıda gözləyir. Beləliklə görüş başlayır. Hər iki komandaya uğurlar. Qeyd edim ki, bu qarşılaşmanı sizin üçün Qismət Bəyişov şərh edəcək. Ayxan Hüseynov topladı və Ohori onunla mübarizədə uduzdu. Ayxandan ötürmə keçmədi. Ayxanın ötürməsini edir Silvaya. Jorge Silva topladı. Silva! Tir Kəpəzi qoldan xilas edir. Jorge Silva uzaqdan zərbə və top qapıdan aralı keçir. Çətin vəziyyətdə fərqlənməyə yaxın oldu Jorge Silva. Top qapı tirinə dəyir. Ayxan, Rəhim Sadıxov, Rəhimdən ötürmə Jorge Silva istiqamətinə. Silvadan ötürmə başla zərbə və top meydanı tərk edir. Santos sol cinaha görür. Ötürmə cərimə meydançası istiqamətinə. Başla zərbə və gol! Turan-Tovuz hesabı açır. Turan-Tovuz önə keçir. Jorge Silva başla fərqlənir. Bir anda qarışıqlıq yarandı Kəpəz müdafiəsində və nəticədə Jarlem Santos başla topu qapıdan keçirir. Kəpəz 0, Turan-Tovuz 1. Baxaq bir daha təkrara. Jarlem Santos sol cinaha ötürmə etdi. Cərimə meydançası istiqamətini ötürmə. Əvvəlcə top Kəpəz futbolçusuna dəyir, daha sonra isə Jorge Silva müdafiəçilərdən yayınaraq topu tora qovuşdurur. Ötürmə. Rəhim Sadıxov topu qəbul edir. Rəhimdən ötürmə Jarlem Santos istiqamətinə. Santos, Ozobiç və Yusif İmanov yerindədir bir qədər. Və topu qazanır Kəpəz. Onanuqa topladı. Ötürmə Paçuya. Luis Paçunun zərbəsi və top qapıdan asfəqar alı keçir. Çox təhlükəli olundu zərbə. Əslində zərbə indirmək üçün mövqeyi də o qədər rahat deyildi. Fəriddən Fofana istiqamətini ötürmə. Fofana rəqibindən sıyrılır. Adama Fofana cərimə meydançası istiqamətini ötürmə. Zərbə və top qapıdan aralı keçir. Ohori hadisələrin mərkəzində idi. Amma onun zərbəsi o qədər də yaxşı alınmadı. Baxaq bir daha təkrara. Hakmandan əla sıyrıldı. Fofana və qəbul edən futbolçu Luis Paçuydu. Onanuqa. Yenidən Fofana. Fofana iki rəqibindən sıyrılır, amma üçüncüsündən sıyrıla bilmədi. Ayxan Hüseynov. Turan-Tovuz hücuma çıxmağa çalışır. Ötürmə, zərbə və top Ayxan Hüseynovdan meydanı tərk edir. Cərimə meydançası istiqamətini ötürmə. Paçu topu qəbul edir. Luis Paçu. Paçunun zərbəsi. Bloklanır onun zərbəsi və top meydandan çıxır. Küncdən zərbə. Ozobiç sol cinahda Enrique Silva'nı görür. Enrique Silva'dan cərimə meydançası istiqamətini ötürmə. Alejandro Serrano. Alejandro Serrano blok gəlir. Yonosuke Ohori. Ohori bu zərbə idi və qapıcı Sergey Samok topu tutur. İlk hissə başa çatır Kəpəz Turan-Tovuz maçında. Beləliklə ikinci hissə başlayır hər iki komandaya. Uğurlar. Out atışını yerinə yetirir Turan-Tovuz. Ötürmə Jorge Silva'dan cərimə meydançası istiqamətinə. Zərbə və gol! 50-ci dəqiqədə ikinci qolu vurur Turan-Tovuz. Bu dəfə də hadisələrin mərkəzində Hayderson Hurtado'dur. İlk oyunda olduğu kimi bu dəfə də fərqlənir. Turan-Tovuz üstünlüyünü bir qədər də möhkəmləndirir. Bəlkə də artıq Turan-Tovuz bu qolla bütün taleyini həll etdi. Hayderson Hurtado.
İlk oyunda olduğu kimi bu dəfə də, bu görüşdə də adından söz etdirir Kolumbiyalı futbolçu. Baxaq epizodun təkrarına. Sanki kəpəz müdafiəçilərinin yadından çıxmışdı. Hurtado və boşluqdan istifadə edərək sağ ayağı ilə topu qapıya göndərir. Ayxan Hüseynov yenidən Enrique ötürür topu. Enrique Silva topladı. Enrique Silva ötürməsini edir. Başla zərbə və qayda pozuntusu qeydə alınır. Qarışıqlıq var idi orada. Ozobiç'dədir top. Ozobiç. Top qapıdan aralı keçir. Sol cinaha ötürmə Enrique Silva. Sol cinahdan sürətli gəlir Turan Tovuz. Silva'nın ötürməsi. Gəlir, zərbə gəlmədi. Sağ cinaha ötürmə. Faiq Hacıyev. Faiqdən ötürmə və təhlükə bir qədər sovuşur. Adama Fofana. Fofana'nın ötürməsi Paçu istiqamətinə Luis Paçu. Çərçivəyə düşə bilmədi Luis Paçu. Top toru çöldən silkəliyir. Ohori topladı. Ohori'dən ötürmə gəlir. Başla zərbə və bloklandı. Başla zərbə oyunla bağlı etirazı var Rauf Hüseynlinin. Hakim isə künc nöqtəsini göstərir. Rauf Hüseynli ötürməsini edir. Qəbul edən futbolçu Camal'dır. Camal'ın uzaqdan zərbəsi təhlükəli idi. Çox təhlükəli alınmışdı, amma top qapıdan aralı keçir. Baxımlı qol izləyə bilərdik. Roderick Miller mərkəzdən irəliləyir. Millerdən ötürmə İbrahim Avaci istiqamətinə. İbrahim Avaci və qapçı Yusuf İmanov. 100%lik gol imkanını qaçırır Avaci və oyundan kənar vəziyyət qeydə alınır. Və beləliklə Cavid Cəlilov qarşılaşmanın final fitini səsləndirir. Turan Tovuz Kəpəzi 2 oyunun nəticəsini əsasən 3-0 hesabı ilə məğlub edərək adını yarım final mərhələsinə yazdırır.